Salam qızlar, hər vaxtınız xeyir olsun. Dünən mənzil videosu bir çox xanımları güldürübdü. O videodan sonra düşündüm ki, bugün yenə maraqlı, həvəslə izləyə biləcəyiniz bir video çəkim sizlər üçün. Geyindim, gecindim. Baxın, bacımız bu cür hazırlaşdı. İndi gedirəm burada toy donları satılan alış-veriş mərkəzinə. Bizim gələcək aylarda toylarımız var, Allah qoysa. Allah hər birimizə xeyir iş nəsib etsin. Evlərimizdən zurna səsi gəlsin. Toy səsi gəlsin. Toylarımız var, onlar üçün gedib bir göz həriyəcəm. Evdə boş idim, yeməyim hazırdır, evim təmizdir. Gedəndə düzü cümbür cəmaət getmək daha yaxşıdır. Cümbür cəmaət deyəndə yanında yönündə bir qız, bacın, padruşkan, yəni belə gedəndə daha yaxşıdır. Amma heç kəs yoxdur. Əlimi atıram, əlimi heç kəs keçmir. Hamı işində, gücündə. Mən də dedim, hələlik almasam da gedim yenə göz hərliyim, baxım. Ondan sonradakı qərarlaşdırıb bacımla gedib birini seçib alarıq. Nəysə, geyindim, gecindim, çıxıram yola. Sizlərdən xahiş edirəm, videomu irəli çəkmədən ən azından 5 dəqiqə vaxtınızı ayırın, izləyin xanımlar. Çünki bu mənim üçün çox önəmlidir. Öpürəm hər birinizi. Bugün bizdə hava nə isti, nə soyuq, qəşəng gün var, özü də çox sərindir, əsl gəzməyə gedən gündür. Bugün mən niyə tək qaldım görürsən, bacım olsaydı daha yaxşı olardı, bərabər gedib baxardıq. Nəysə, bacım yoxdur, amma sizlər varsınız, sizlərə göstərəcəm. Gəldim, çıxdım. Bizim buralarda toy donları ən çox burada satılır xanımlar. İndi əlbəttə ayrı yerdə satılanlar da var. Mən sadəcə olaraq çoxunu burada bilirəm. Bir də onu deyim, burada paltarlar çox bahadır xanımlar. Hansı donlara baxacağım, onun qiymətlərini altına yazacağım. Baxarsınız. O qiymətə dəyər, dəyməz yorumlarda yazarsınız. Hə, bir də paltarların çoxu Türkiyənindir. Hardan başlayaq? Hardan başlasaq yaxşı olar. Nəysə, belə gedək. Burada aksesuarlar var. Kimin ürəyi necə istəyir, o cür aksesuarlar var. Belə bir don var xanımlar. Bir onu deyim ki, bizim buraların donu belə qapalı olur. Toy donları çox qəşəng olur. Yəni əslində qadın geyimi qapalı olmalıdır da. Çox özünü açıq-saçıq bir də nə salmaq nə lazımdır. Toya çıxmırsanmı? Heç bir insanın çox yeri eşdə qalmır da, belə deyim. Baxın, qollarına fikir verin, donların. Qolları qapalıdır. Yəni, bir sözlə əsl qadın geyimləridir. Hara baxaq? O başa da baxaq mı? Bura baxaq. Bunun qolu yaxşıdır, amma sadədir. İkinci etaj çıxıram. İkinci etajda həmişə qəşəng paltarlar olur.
Tüllü belə bu cür don var. Bu tərəfə yox. Bu tərəfə gedək. Nə qəşəngdir güllü. Əsl mənim yemimdir. Yəni ki, belə nətər deyim, dardı yox da, belə geniş bol. Bu don nə qəşəngdir, deyil mi? Bu donu bəyəndim. Elə də dar deyil. Bu dondan mən görmüşdüm. Bunun qiymətini soruşacağım bu dəqiqə. Bu renkli olanlar. Bu da gözəldir. Çox abartıcı deyil. Belə donlar var. Bu maraqlıdır. Belə bir don giyindim xanımlar. Biraz ama böyükdür. Yine siz öz fikirlərinizi yazarsınız necə qaldı. Bu da hemen. Bir de buna bakın. Bu necə oldu. Qolu ama çox biraz böyükdür, elə deyil. Uzunluğu uzundur. Ayağıma kablok giymişəm. Qolu nədənsə biraz məni narahat edir. Fikirlərinizi tam səmimi olaraq bir-bir yazarsınız xanımlar. Gözləyəcəm mənim əzizlərim. Burada da belə paltarlar. Bu bayaq mən geyinənin zümrüt rəngidir. Bunu geyindim. Sadəcə bu hissəsini bəyənmədim ama. Çox boş durdu. Bu ikisine bayıldım. Bu çok güzeldi kızlar. El vurmağa adam kıymır çünkü işaret koyublar ki elinizi vurmayın, kirlenir. Bu çok güzeldi. Ben bunu beğendim bak. Bunu çok beğendim hanımlar. Sizce yaraşdı bu mənə yoxsa yox? Biraz böyükdür razrezi ama onu da kısaltmaq olar. Olan şeydir. Эти 77, которые у вас 35, они сейчас есть еще вот такой вариант, смотрите. Сейчас вот тоже я его фотала, девушка она мне увидела сразу. Bu da mənim belə günlük geyimim. Onu deyim, həqiqətən də bayaqki donu mən bəyəndim, amma siz yenə öz fikirlərinizi yazarsınız. Qiymət də ki üz cırır.
Dəhşətdir, qiymət çox bahadır. Qiymət sizi həqiqətən də üşütəcək. Don gözəl idi, qiyməti də gözəldir. İndi gedək, ayrı yerlərə baxaq. Yenə çəkəcəm sizlər üçün. Bu yana gedək. Buradan mı gəldik? Vallahi qarışdırdım, mən hardan gəldim, harada gedirəm. Gedək görə indi nə var? Sadə idi da, çox qarışıb, parıltısı yox idi. Sadə, qəşəng, gözəl don idi. Hə, qızlar? Hə, nə deyirsiniz? Nə fikirləşirsiniz? Bəyəndinizmi? Bu üçüncü geyindim. Onun zilyon rəngi var burada. Bayaq göstərmişdim ki sizə birinci. Ora bağlıdır. Burada da var. Zelyonusu da var. Həmən bayaq geyindiyimdə də var, amma bura bağlıdır deyə. Uy. Baxın, bura bağlıdır deyə qiymətlərini soruşa bilmirəm. Orada görürsünüz, ikisindən də var. Telefon bu arada əlimdən düşmüşdü. Elə sadə formalar da var. İndi gedək görək. Nə geyinirik, nəyə baxırıq. Bu roz və don geyindiyim yer var. Orada ən gözəl paltarlar orada satılır. Belə qolu olan bir don da var burada. Amma qara rəngli mən istəmirəm, çünki mənim olan canımı da qara rəng alıb aparır. Bu yana baxaq. Sadə dondur. Yoruldum qızlar. Çox yoruldum, amma biri-birindən gözəl donlar var. Yorulmağa dəyər. Bir gündə vaxtımızı belə keçirək. Burada da birini geyinəcəm. Hazırlayırlar onu. Buna baxın. Bunda da çox şirin göründüm. Eləmi? Özüm özümə şirin deyim. Həqiqi bu da gözəl qaldı. Elə deyilmi? Yoxsa biraz bunlar olmasa mı deyirsiniz? Ətəklidir da mənimki, bax belə ətəkli geyimdir. Bu hissəsini belə yaxından göstərim. Belə bu cür. Tam düzəltməmişik. Necədir? Bu da gözəldir, deyilmi? Elə. Bunlar biraz sadə gedir. Köynəklə şalvar. Deyəsən, belə qısadır. Bu necədir qızlar? Buna da bir baxın. Amma nədənsə bu hissəsini bəyənmədim. Bura çox boşdur. Bu nə səliqəli sadə paltardır, elə deyilmi? Çox sadədir. Biraz oturaq, dincələk. Ayaqlarım ağrıdı, səhərdən yeriyirəm. Biri-birindən gözəl donlar çoxdur. Bir neçəsini geyindim.
İndi onların da siz öz fikirlərinizi yazarsınız. Hansı daha çox yaraşdı, hansı yaraşmadı. Mən bir sarını bəyəndim üstümdə. Bir də ki, o roziyi bəyəndim. Bayaq demişdim. İntihası o sarının bu hissələri biraz çox dantellidir. Amma buradan aşağısı qəşəng idi. Mənim açdı mı? Yəni ürəyimə yatdı da bir sözlə. Hə, bir də nə deyəcəkdim? Bayaq burada bir izləyicimlə qarşılaşdım. Uzaqdan səsləndi mənə. Başa aşağı gedirdim, telefona baxırdım. Çevrildim, gördüm. Məni izləyən bir izləyicidir. Buradan da onu yenə salamlayıram. Salamlaşdıq kənardan. O da tələsirdi, mən də. Gedək indi, duraq. Duraq yerə indi hara baxırıq, yoxsa gedirikmi? Artıq 3 saatdır mən buradayım, hanımlar. Uşaqlar məktəbdən gəlmə vaxtı gəlib çatıb deyə, ona görə istəyirəm daha gedəm. Tası yenə görək, bir sağa baxaq, bir sola. Nəsə maraqlı görsəm çəkəcəm. Heç qara rəngli paltarlara baxmadım. Çünki qara rəng məni heç cürə açmır. Qara rəng geyinəndə daha çox arıq görsənirəm. Bir də bu orta hissədən belə aşağı olan paltarları daha çox bəyənirəm. Geniş olanda, yəni orta hissədən aşağı geniş olan düz də geyinmədim, gördünüz. Yəni özünüz bilirsiniz də, niyə geyinmədim mən düz. Belə hələlik buralarda heç nə yoxdur. Aşağı düşək, aşağıda görək nə var, nə yox. Çəkiliş etdim, çox rahat çəkiliş etdim. Heç kəs heç nə demədi. Mən biraz çəkindim, çünki burada satanların çoxu türkçankalardır. Paltarın çoxu da Türkiyədən gəlmə paltarlardır. Keçən dəfə mənə demişdilər ki, çəkiliş qoymurlar orada etməyə, amma soruşdum hamısına ki, çəkiliş etmək olar mı? Dedilər, olar. Rahat çəkə bilərsən. Rahat çəkilişimi etdim mən də. Bu tərəflərə baxaq indi. Mən gəlib çatanatan. Mənim bülbüllər gəlib evə. Can! Привет canım, gəlin. Darıxmışdınız mı? Çox mu? Aşkım, təzə mi gəldin sənə? Malades. Çok mu darıxdınız? Al tut görüm, ayağını oyna. Hə, onu deyim xalalar. Xalaları. Mənim oğlum Ali. Kısaca bilirsem ne demek istedim. Ne demek istedim? Müəllimin öz bitirəşləmən atışını çıxdı. Atleçnik çıxıbdı. Təbrik edə bilərsiniz mənim oğluma. Amma hələ bu balaca bülbülümün qiymətlərini yazmayıblar. Onu gözləyirik. Görək, atleçnikdir, yoxsa yox. Səncə? Səncə, hə, eləmi? Amma Ali artıq 4-cü sinifə qutardı. Atleçnik çıxdı. Bir də sinif əlaçısıdır, yəni. Atleçnik deyirəm mən. Sinif əlaçısıdır. Allah bütün balalarımızın ruzgisini bol eləsin, zehinini açıq etsin. Mənim oğlum xalalarını oxumaq istəyirsən aşkım? Allah qoysa. Özlərimi bırakıb canlıram. Allah qoysa. Həmişə də elə deyir. Çay qoydum, bir stəkan çay içim, soluqlanım. Ondan sonra görək nə edəcək. Nəsə etsəm, çəkəcəm. Yoruldum, bayaq dedim. Təkrar yenə deyirəm. Üstümü başımı dəyişim. Nasıl gülü al görüm. Saçıma baxın, elə bir cinti tona oxşuyuram. Uçuldu, dağıldı. Elə alış-veriş mərkəzinə gərək ki, yanının yoldaşı olur. Adam iki fikirli qalır. Hansını seçəsən, hansını seçməyəsən. Nə də orada internet çəkmədi ki, çəkdiklərimdən bacıma atım. Bacım da baxsın. Bacım da seçsin, hansını ala bilərik. Hansını götürə bilərik. Qoyun bir oturum. Bu dəfə də.
bacım dedi, mən bu xadına götürəndə gedərik yenə. Onda da yenə geyinərik, seçərik, alan vaxtı da elə alarıq. İndi getməyim yaxşı olduğuna görə ki, hər modellərə baxa bildim. Bayaq atmışım hələ geyindiklərimi bacıma. Mən gördünüz ki, sadələrini çox geyindim. Var idi, daha gözəl donlar var idi. Kim belə qaşdı, xoş deyir, parıltılı, nə bilim, qəşəngdən, ya nətər deyim, belə incəliyini tutan, uzun, düz donlar var idi, çox idi, amma eləsilər geyinmədim. Sadəcə, mən özümü nətər rahat hiss eləyirəm, o cür paltarlar geyindim. Amma indi bacım xadımı götürən vaxtı gedəndə alış-veriş etməyə, onda da yenə çəkiş edəcəm. Hansılar alacaq, hansılar seçəcək, yenə göstərəcəm. Belə çayımı içim. Artıq axşam üstüdür. Ondan sonra baxaram, nə edərəm. Çünki işim yoxdur evdə. Bugün işləyən şeyim qalmadı. Səhər tezdən durdum, ev eşi yığışdırdım. Günorta yemək hazırladım. Elə hazırladım ki, axşama da var. İndi bəlkə yanına axşama bir yüngül var, nəsə edərəm. Yoldaşlıq etsin. Amma yeməksiz deyilik var, şükür. Ondan sonra baxarıq, görək nə edərik. Belə mənim əzizlərim, mənim gözəl bacılarım. İnşallah sizin xoşunuza gələn bir video olmuşdur. Ətraflı çəkiş etdimmi, etmədimmi bilmirəm. Axırı nə qədər olsa da çəkdim. Sağ olun, sağlıqla qalın deyim. Allah'a əmanət olun deyim. Özünüzə yaxşı baxın deyim. Yeni videomuzda görüşərik deyim. Ürəksiniz, hamınız ürəksiniz. Baxın, indi gözəl tutdum, değil mi? Hamınız ürəksiniz. Öpürəm hər birinizi.